Sotskov 2025. Sosial xidmətlərin gələcəyinə Azərbaycan imzası. Günümüzün şüarı budur. Beynəlxalq konferans artıq öz işinə başlayıb və mən istərdim sizə bir maraqlı detalı ilə çatdırım. Hazırda ilk panel iclasıdır və panel iclasının moderatoru süni intellektdir. Və istərdim qısaca sizə konferansın əsas məqsədindən danışım. Əsas məqsəd məhz yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi və innovativ yanaşmaların, süni intellekt alətlərin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir. Bilirsiniz ki, müasir dövrdə sosial xidmətlərin inkişafı və rəqəmsal texnologiyaların bu sahəyə inteqrasiyası dövlət-vətəndaş münasibətlərinin yeni mərhələsini formalaşdırır və təbii ki, Azərbaycan da bu istiqamətdə bir sıra təşəbbüslərlə çıxış edir və məhz Sotskov təşəbbüsü də həmin seçilən təşəbbüslərdəndir. Sosial sahədə innovativ idarə etməyə yönəlmiş qlobal bir platforma. Və təbii ki, qeyd etdiyim kimi onun missiyası sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsidir və süni intellekt, rəqəmsal texnologiyaların tətbiqi ilə vətəndaşlara göstərilən xidmətləri daha əlçatan, çevik və şəffaf olmasına nail olmaqdır. Bir qədər öncə Müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri çıxış etdi və öz çıxışında bildirdi ki, əlillik sistemində süni intellekt əsaslı məsləhət mexanizmi hazırlanır və onun sözlərinə görə bu mexanizm nəticəsində həm qərar vermə, həm də digər funksiyalarda prosesi sürətləndirəcək xidmətlərin əlavə edilməsidir və həm də obyektivlik və şəffaflıq səviyyəsi də daha da artacaq. Və sonda da onu qeyd edim ki, bu konferansın növbəti illərdə də ardıcıl keçirilməsi nəzərdə tutulur. Hələlik sizə beynəlxalq konferansdan çatdıracaqlarımız bunlardan ibarətdir. Sözü yenidən sizə ötürürük.